Salam əmi. Aşağıda olduğuma görə, generator xarab olduğuna görə biraz yuxarı çıxdım. İndi video çəkirəm. Artıq 3-cü plaşatkaya çıxan aşırımın dar yolun alt istina divarına profiller qoyulub aşağıya qədər. Aşağıdan yəni ki pilləkənin bu dar yolun ağzındakı pilləkənə birləşəcəyi yerə qədər gələn plaşatkanın alt istina divarı da hörülür. Profiller qoyulub, ip çəkilib. Həm də yuxarı istiqamətə qum daşınır ki, artıq biz bunu bitirdikdən sonra, divar səviyyələndirdikdən sonra buranın betonunu tökək, tam bağlayaq. Bununla yanaşı inşallah ki, yuxarı istiqamətdə 3-cü plaşatkadan yuxarı düz yola dəmir pilləkənin birləşməsi üçün işlər görülür. Daşlar dağıdılır. Və inşallah ki, profiller çəkiləcək.